Evet, bax, çəkilişdən öncə mənə bir söz dedin. O söz mənə, belə deyim, çox tutdu o söz məni. Dedin ki, elə insanlar var ki, övlad qədri bilmir, Allah Taala onlara övlad nəsib eləyir. Amma mən övlad istəyirəm, Allah Taala mənə övlad nəsib eləmir. Yenə şükür Allahın məsləhətinə. Yəqin ki, Allah dualarımızı eşidər. İndi ya belə, ya elə. İndi bu son o idmanda deyirlər, son ümid folu kimi bir dənə də cəhd eləyəcəyik inşallah. Olmasa da yəqin ki, bir şirin bir qız uşağı götürüb böyüdərik inşallah. Uşaqlar evindən övladlığa uşaq götürmək istəyirsən? İnşallah qismət olsa bir şirin qız uşağı götürüb saxlayaram məmnuniyyətlə. Allaha xoş gedər. Həm də ki, bir övladın, bir uşağın gələcəyin xoşbəxt olmasına elə bir zəmanətli elə bir gələcək verərəm bir uşağa. Bir uşağı xoşbəxt eləyərəm. Niyə məhz qız övladı? Anam da bilir, yəni qonşularım da bilir, qohumlarım da bilir ki, mən oğlan övladı olaraq yəni borcumu kifayət qədər verirəm. Yəni öz valideynlərimi nə qədər də incitsəm də çoxdan da çox istəyirəm. Yəni dəyərləndirirəm. Yəni ölənə qədər də, yəni son nəfəsimə qədər də çalışacağam bunu eləyim. Nə qədər ki valideynim sağdır, mən sağam, bunu eləyəcəm. Ancaq qız övladı daha vəfalı olur. Nisbət hesabı ilə qız övladları ataya, anaya daha vəfalı olur, daha sədaqətli olur deyənə. Onu çalışaram elə qız götürüm. Qız götürüm inşallah qismətdir. Bəlkə də Allah inan səmiyyətimə Allah özümə də versə, yəni bir uşaq götürüb məmnuniyyətlə böyüdəcəm. Bir uşaq götürüb məmnuniyyətlə böyüdüb inşallah elə bir öz övladım kimi toyun da eləyərəm. İnşallah. Allah qismət eləsin Arif. Çox sağ olun, dəyərli olasınız. Mən də sizə minnətdarlığımı bildirirəm ki, yəni bir müddət olardı ki, gəlmirdim. İndi gəldi, belə günə düşdü ki, burada adam yoxdur, girə bilmədi içəri. Amma hədiyyələrimizi göndərəcək. Hədiyyələrimizi mütləq göndərərik. Mütləq əgər bunların adına alınıbsa, yəqin elə bugünün qisməti deyil də, Allah başqa günə yazıb. İnşallah ki, başqa gün yenə bir də gələrik.